Vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Bugünkü dərsimiz şagird davranışının idarə olunması ilə bağlı operant şərtlənmə nəzəriyyəsidir. Operant şərtlənmə nəzəriyyəsinin bir başqa adı da behaviorizm nəzəriyyəsidir. Behaviorizm nədir? Behaviorizm davranışın müşahidə oluna və ölçülə bilən aspektlərini araşdırır. Stimul-cavab prinsipinə əsaslanır. Müəllimlərin davranışı şagirdlərin beyninə ötürə bilmək imkanında olduğu fikrini əsas tutan bir nəzəriyyədir. Yəni deyir ki, müəllimlər istəsə şagirdin davranışını müsbət yönə çevirə bilərlər, müsbət davranışları onlarda inkişaf etdirə bilərlər. Yəni deyir ki, şagirdin davranışı idarə oluna bilən bir xüsusiyyətdir. Behaviorizmə görə bütün davranış xarici stimullardan, operant şərtlərdən asılı olaraq baş verir və davranışı daxili mental zehni vəziyyəti nəzərə almadan da izah etmək olar. Behavioristlər davranışın dəyişdirilə bilən, tərk edilə bilən və başqa əsas davranışla əvəz edilə bilən bir xüsusiyyət olduğunu irəli sürmüşdülər. Behavioristlərin nümayəndələri Watsondur, Pavlovdur, Skinnerdir, Banduradır, Thorndike'dır. Bu insanlar şagirdi prosesdə pasiv iştirakçı kimi görürlər. Onlar fikirləşirlər ki, yəni biz şagirdə müsbət və mənfi gücləndiricilər təsiri vasitəsilə onların davranışını dəyişdirə bilərik. Behavioristlər bir də şərti reflekslərdən danışırlar ki, şərti reflekslər kənar stimullara verilən təbii reaksiyadır. Şərti reflekslər odur ki, ona belə bir misal çəkə bilərik ki, yəni bir insanın gözünü qırpması belə, deyək ki, kənardan təsir var da, küləkdir, deyək ki, yağışdır və yaxud da kənardan hər hansı bir təsir varsa, insanın gözünü anidən qırpması özündən asılı olmayaraq, gözünü qırpması belə şərti reflekslərə aid edilir. Və bir də məktəb mühitində ən gözə çarpan şərti reflekslər nədir? Şagirdin auditoriya qarşısında çıxış etmə qorxusu, bir də məktəbə qarşı olan fobiyası, yəni o şagirdin özündən asılı olmayan bir xüsusiyyət olduğuna görə ona şərti reflekslər deyilir. Behaviorizm Watson tərəfindən əsası qoyulmuş və 20-ci əsrin əvvəllərində psixologiyada geniş yayılmış bir nəzəriyyədir. Bu nəzəriyyə Pavlovun şərti reflekslər haqqında təcrübələrinə istinad edilir. Watson deyirdi ki, sən mənə bir sağlam uşaq ver və onu tərbiyə etmə imkanı ver, onu yetişdirmə imkanı ver. Mən onu irsi xüsusiyyətindən, istedadından asılı olmayaraq, mən həmin şagirdi istəsəm, həmin uşağı istəsəm hüquqşünas edə bilərəm, istəsəm rəssam edə bilərəm, istəsəm həkim edə bilərəm və hətta istəsəm onu dilənçi belə edə bilərəm. Və Watson araşdırmalarının təsiri behaviorizmin ən məşhur nümayəndəsi olan Skinnerin yazılarında əks olunur. Skinnerin ən məşhur nəzəriyyəsi də operant şərtlənmə nəzəriyyəsidir. Operant şərtlənmə nəzəriyyəsində ən çox irəli sürülən odur ki, şagirdin bir arzu olunan davranışı var, bir də arzu olunmayan davranışı var. Və operant şərtlənmə nəzəriyyəsində deyir ki, şagirdin yaxşı nəticələrindən sonra onu gücləndirici vasitəsilə biz həmin davranışı möhkəmləndirə bilərik. Və yaxud da şagirdin negativ davranışından sonra hər hansı bir negativ cəzalandırmadan, müsbət cəzalandırmadan istifadə edərək biz onun negativ davranışının qarşısını ala bilərik. Mükafatlandırma var, bir də cəzalandırma var. Mükafatlandırma nədir? Mükafatlandırma deyəndə şagirdləri arzu olunan davranışı təkrar etməsinə sövq etməkdir. Yəni biz çalışırıq ki, şagird o arzu olunan davranışı təkrar bir də yerinə getirsin. Cəzalandırma nədir? Cəzalandırma isə şagirdlərin arzu olunmayan davranışının qarşısının alınması üçün görülən tədbirlərdir. Həm mükafatlandırma, həm cəzalandırma pozitiv və negativ olmaqla iki yerə bölünür. Pozitiv deyəndə istənilən mükafatlandırma və ya cəzalandırma məqsədi ilə hər hansı bir fəaliyyətin əlavə edilməsi, negativ deyəndə isə istənilən mükafatlandırma və cəzalandırma məqsədi ilə hər hansı bir fəaliyyətin çıxarılması, yəni şagirdin nədənsə məhrum edilməsidir. Və Skinner qeyd edir ki, müəyyən gücləndiricilərlə davranışı tez bir zamanda dəyişə bilər və yaxud da onun effektivliyini uzun müddət qoruyub saxlaya bilərik.
Və bəzən də behaviorizm nəzəriyyəsinə qarşı bəzi tənqidlər olur. Hansı tənqidlərdir? Tənqidlər odur ki, behaviorizm bütün öyrənmə növlərini və zehni fərdlikləri nəzərə almır. Behaviorizm heç də bütün öyrənmənin izahını vermir. Məsələn, deyək ki, balaca uşaqları ana dilini öyrənərkən stimul gücləndiricidən istifadə etmədən belə onlar yeni söz öyrənirlər. Yəni o deyir ki, yəni behaviorizm olmadan belə, daxili, xarici təsir olmadan belə uşaqlarda öyrənmə baş verir. Davranış dəyişilə bilir. Bu behaviorizmə qarşı olan tənqidlərdir. 2 dənə tənqiddir. Birincisi oldu ki, behaviorizm bütün öyrənmə növlərini və zehni fərdlikləri nəzərə almır. İkincisi də odur ki, behaviorizm heç də bütün öyrənmələri izah etmir. İndi isə müəllimlər, gəlin baxaq operant şərtlənmə nəzəriyyəsinin hissələrinə. Biz əvvəlcə dedik ki, şagirdin 2 dənə davranışı var, 2 cür davranışı var. Biri arzu olunan davranış, biri də arzu olunmayan davranış. Mükafatlandırma və cəzalandırma nədir? Mükafatlandırma, biz şagirdin hər hansı bir fəaliyyəti yerinə yetirdikdən sonra ona nəyinsə əlavə edirik. Tərifləyə bilərik, mükafat verə bilərik, tərifnamə verə bilərik. Və yox da onu ekskursiya apara bilərik, parka apara bilərik. Deməli, burada görürsünüz, şagirdin arzu olunan davranışını gücləndirmək üçün nəyisə veririk. Mükafatlandırma və cəzalandırmanın hər ikisində həm müsbət var, həm negativ var. Müsbət odur ki, ilk öncə baxaq mükafatlandırmanın müsbətinə. Müsbət odur ki, arzu olunan davranışı gücləndirmək üçün nəyisə əlavə edilməsi. Məsələn, tapşırıqları məsuliyyətlə yerinə yetirən şagirdi tərifləmək. Burada biz neynədik? Şagirdi tapşırıqları yerinə yetirməsi onun doğru davranışıdır. Düzdürmü? Bizim üçün arzu olunan davranışdır və biz əlavə olaraq onu təriflədik. Bizim onu tərifləməyimiz olur müsbət gücləndirmə, yəni mükafatlandırma. Və yox da arzu olunan davranışa görə şagirdin valideyninə pozitiv məzmunlu mesaj göndərmək. Bu da şagirdin arzu olunan davranışı var, düzdürmü? Şagird tapşırığı yerinə yetirdi, özünü yaxşı apardı, nizam-intizamı yerində idi. Deməli, biz burada şagirdin valideyninə mesaj göndərməklə biz onu arzu olunan davranışını gücləndirdik. Sonra aktiv şagirdə potensialını reallaşdırması üçün ona məsuliyyət və öhdəlik vermək. Görürsünüz? Aktiv şagirdi biz onun potensialını reallaşdırması üçün ona öhdəlik veririk ki, o özünü potensialını reallaşdırsın, göstərsin və artıq ona görürsünüz əlavə nəysə imkan yaradırıq ki, o öz potensialını göstərsin və reallaşdırsın. Sonra yarım ilin sonunda akademik nailiyyətləri, sosial bacarıqları yüksək olan şagirdləri təltif etmək, sertifikat da ola bilər, təşəkkürnamə də ola bilər, tərifnamə də ola bilər. Bu da olur müsbət gücləndirmə. Şagirdlər uğur qazandıkları zaman kiçik hədiyyələrlə onları sevindirmək. Yəni, bu da olur şagirdin arzu olunan davranışına görə şagirdi mükafatlandırmaq və olur müsbət gücləndirmə. Sonra baxırıq müəllimlər negativ gücləndirməyə. Negativ gücləndirmədə də negativ sözünü görüb biz elə düşünməməliyik ki, bu şagirdin yəni əhvalını poza bilər və yaxud da onun əlindən nəyisə alınmasıdır. Düzdür, onun əlindən nəyisə alırıq, amma bizim onun əlindən nəyisə almağımız o şagirdin işinə yarayır. Yəni onu sevindirir, onun əhval-ruhiyyəsini yüksəldir. Bu da olur ki, negativ gücləndirici deyəndə biz arzu olunan davranışı gücləndirmək üçün nəyəsə güzəştə getməyimizdir. Belə bir misal çəkək, tapşırıqları vaxtında yerinə yetirən şagirdi əlavə tapşırıqlardan azad etmək. Görürsünüz, tapşırığı vaxtında yerinə yetirən şagirddir. Burada heç bir nizam-intizamlıq, səhv bir hərəkət yoxdur, negativ bir hərəkət yoxdur. Amma biz o şagirdin əlindən əlavə tapşırığı almaqla biz onu sanki bir mükafatlandırmış kimi oluruq. Amma onun əlindən əlavə yükü alırıq. Deməli, orada negativdir, yəni çıxılma var. Nəyisə şagirdin əlindən alınması. Sonra çalışqan şagirdlərə tapşırıqların təhvil verilmə vaxtında güzəştə getmək. Deməli, biz şagirdləri tapşırıq verərkən onlara vaxt veririk, düzdürmü? Deyirik 5 dəqiqə ərzində, 10 dəqiqə ərzində tapşırıqları təhvil verin. Amma görürük ki, çalışqan şagirddir və onlara biz çalışqan olduğuna görə təhvil vermə vaxtını uzadırıq. Əlavə vaxt veririk, güzəştə gedirik ki, 1-2 dəqiqədə artıq olsun, amma onu niyə verədik biz? Onun çalışqan olduğuna görə. Bu da olur negativ gücləndirmə. Sonra
İl ərzində akademik nailiyyətləri yüksək olan şagirdi yay tapşırıqlarından azad etmək. Biz baxarıq ki, hər hansı bir şagird il ərzində bütün tapşırıqları yerinə yetirib, hər bir nizam-intizamı yerindədir. Biz bu şagirdi mükafatlandırmaq üçün onu yay tapşırığından azad edirik. Deməli, onun əlindən o tapşırıqları alırıq. Niyə alırıq? Onu mükafatlandırmaq üçün. Bu olur negativ gücləndirmə. Sonra gəlirik müəllimlər cəzalandırmaya. Cəzalandırmanın özü də müsbət və negativ olmaqla iki yerə bölünür. Cəzalandırma o vaxt olur ki, şagird arzu olunmayan davranış nümayiş etdirir. Arzu olunmayan davranışı azaltmaq üçün müəllim nə isə əlavə edirsə, bu olur müsbət cəzalandırma. Arzu olunmayan davranışı azaltmaq üçün müəllim nə isə güzəştə gedir və çıxarırsa, əlindən bir növ şagirdin əlindən alırsa, bu olur negativ cəzalandırma. İlk öncə baxaq, müsbət cəzalandırma nədir? Müsbət cəzalandırma şagirdin hər hansı bir negativ davranışına görə, arzu olunmayan davranışına görə ona nə isə əlavə edilməsidir. Deyək ki, sinif qaydalarına əməl etmədiyi halda şagirdə tənəffüsdə qaydaları oxutdurmaq. Görürsünüz, burada şagird sinif qaydalarına əməl etmir. Deməli, şagirdin negativ davranışı var, düzdürmü? Negativ davranışını müəllim azaltmaq üçün onu tənəffüsdə saxlayır və ona əlavə olaraq qaydanı oxumasını tapşırır. Görürsünüz, onu əlavə ona tapşırıq verdi müəllim. Əlavə olaraq onun qaydanı oxumasını tapşırdı. Bu olur müsbət cəzalandırma. Nəyinsə əlavə edilməsi. Davamlı olaraq dərsə gecikdiyi halda valideyninə zəng etmək. Deməli, burada şagird arzu olunmayan hərəkət nümayiş etdirir, davranış göstərir, dərsə gecikir. Onun üçün də müəllim ona nə edir? Əlavə olaraq onun valideyninə zəng vurur, onu şikayət edir. Sonra ev tapşırığını vaxtında təhvil vermədikdə, dərsdən sonra sinifdə saxlayıb ev tapşırıqlarını etdirmək. Görürsünüz, ev tapşırığını vaxtında təhvil vermək nədir? Verməmək nədir? Şagirdin arzu olunmayan davranışıdır. Biz onun arzu olunmayan davranışını azaltmaq üçün nə edirik? Onu dərsdən sonra saxlayırıq, ona əlavə olaraq ev tapşırığını etməsini tapşırırıq. Əlavə nəyinsə əlavə edilməsidir. Sonra məktəb dəhlizinin divarlarını yazan şagirdi dərsdən sonra saxlayırıq və ona əlavə tapşırıq veririk ki, get koridorun divarlarını təmizlə. Bu da olur müsbət cəzalandırma. Müəllimlər, müsbət cəzalandırmada da, mənfi cəzalandırmada da şagirdin əhval-ruhiyyəsi pozulur. Yəni biz bir növ orada şagirdin mənfi davranışına görə etdiyimiz fəaliyyətdir. Amma müsbət cəzalandırma, müsbət gücləndirmədə isə, mənfi gücləndirmədə isə orada biz şagirdin arzu olunan, yəni düzgün etdiyi, düzgün yerinə yetirdiyi fəaliyyətinə görə veririk. Ona görə də müsbət cəzalandırma ilə müsbət gücləndirmənin fərqi budur. Negativ cəzalandırmaya növbəti bir misal çəkə bilərik ki, dərs zamanı nizam-intizamı pozan şagirdə qoşulmaq istədiyi layihəyə qoşulmağa icazə verməmək. Görürsünüz, nizam-intizamı pozan şagirddir. Arzu olunmayan davranış yerinə yetirib. Amma müəllim orada nə edir? Onu layihəyə qoşulmağa icazə vermir. Layihəyə qoşulmaq haqqını onun əlindən alır. Çünki mənfi davranış nümayiş etdirdiyinə görə müəllim onun davranışını azaltmaq üçün onun layihəyə qoşulmaq imkanını əlindən alır. Bu olur negativ cəzalandırma. Və yaxud da tapşırıqlarını vaxtında yerinə yetirməyən şagirdi sosial tədbirə cəlb etməmək. Yəni, görürsünüz, burada da yenə şagirdin mənfi davranışı var. Ona görə də müəllim onun sosial tədbirə cəlb etməməyə imkan vermir. Yəni, cəlb etmir. Onun bir növ cəzalandırır. Sonra sinif yoldaşları ilə yola getməyən şagirdi ekskursiyaya getməkdən məhrum edir. Görürsünüz, şagird sinif yoldaşı ilə yola getmir, davranışında mənfilik göstərir. Ona görə də müəllim onun ekskursiyaya getməkdən azad edir, yəni ekskursiyaya aparmır. Yəni bir növ onun ekskursiyaya getmək haqqını əlindən alır. Sinif qaydalarına əməl etmədiyi üçün şagirdə tənəffüsə çıxmağa icazə vermir. Görürsünüz, şagird sinif qaydalarına əməl etmir. Arzu olunmayan davranış göstərir. Müəllim isə nə edir? Həmin arzu olunmayan davranışı şagirdin əlindən almaq, arzu olunmayan davranışı azaltmaq üçün müəllim şagirdin tənəffüsə çıxmaq haqqını, şansını əlindən alır. Bu da olur negativ cəzalandırma. Behaviorizm nəzəriyyəsini tətbiq edərkən müəllimlər bəzi məsələlərə diqqət yetirməlidirlər. Bunlar odur ki, davranış müəyyən şərtin, şəraitin nəticəsidir.
arzu olunan davranışı əldə etmək üçün şərtləri dəyişdirmək lazımdır. Yəni görürsüz ki, şagirddə hər hansı bir qayda qoymusunuz, şagirdə hər hansı bir tapşırıq vermisiniz. Görürsüz ki, o şagirdə arzu olunan davranışı əldə edə bilmirsinizsə, şərtlərinizi dəyişin. Başqa cəzalandırma tipindən istifadə edin. Sonra təkrar edilmədiyini istədiyiniz davranışı gücləndirmək üçün mükafatlandırma və müsbət gücləndiricilərdən istifadə edin. Demək ki, siz şagirddə hər hansı bir işini, fəaliyyətini görürsüz. Görürsüz ki, o fəaliyyət sizin xoşunuza gəlir. Şagird düzgün hərəkət edir, düzgün davranır. Siz həmin davranışı istəyirsiniz ki, davamlı olsun, təkrar edilsin. Ona görə də mükafatlandırma və müsbət gücləndiricilərdən istifadə edin. Arzu olunmayan davranışı azaltmaq üçün ya gücləndiriciləri aradan götürmək lazımdır, ya da bu cür davranışı göz ardı etmək ya da cəza üsullarına baş vurmaq olar. Şagirdlər faktoloji məlumatlar öyrənərkən həmin anda abstrakt və mürəkkəb məlumatları öyrənərkənsə sonda effektiv əks əlaqə yaratmaq olar. Şagirdlər onlara maraqsız, darıxdırıcı gələn materiallardan əziyyət çəkirlərsə, onları motivasiya etmək üçün xüsusi gücləndiricilərdən və mükafatlardan istifadə edin. Şagirdlər üçün maraqlı olan geniş çeşiddə fərqli gücləndiricilər seçin. Buna misal olaraq oyuncaqlar ola bilər, kartlar ola bilər, şirniyyatlar ola bilər və s. Müəyyən bir dərəcə xal, bal qazanmaları üçün bir işin vaxtında görülməyi ilə bağlı kontrakt tətbiq edin. Mükafatları tez-tez və yerindəcə təqdim edin.